radikalları. X radikalı izopropil radikalıdır. İzopropil radikalı bir dəqiqə. İzopropil radikalımız bilirsiniz ki budur. 3 dənə karbon, ortadan xətt. 2 dənə izopropil radikalın birləşməsi deyirsə, çıxıntı hardansa oradan birləşdirirəm. Və mənə deyir ki, hansı maddə molekulu asimetrik karbon atomu yoxdur. Baxıram, asimetrik 4 göz deməkdir, yəni 4 müxtəlif radikal. Burada CH3, CH3'dür. Ona görə bu karbon asimetrik ola bilməz. Həmçində bu karbon asimetrik ola bilməz, çünki eyni radikallar işi korlayıb, deməli bu olmaz. İkinciyə baxıram, Y və Y. Y radikalım ikili butil radikalıdır. 2 dənə ikili butil birləşdirirəm. İkili butil bilirsiniz ki, 4 dənə karbon. İkinci karbondan çıxıntı var. Yeni eyni qaydada çəkirəm. İkinci karbondan əlaqə yaratdım. Asimetrik karbon axtarıram. Bu CH3'dür. Bu CH2'dir. Bu da CH3'dür. Baxıram, burada da CH. Deməli bu karbona bir CH3 birləşib, bir etil birləşib, bir də hidrogen. Deməli 4 müxtəlif. Bir də burada ikili butil radikalı birləşib. Deməli bu dairəyə aldığım, bax qırmızıladım. Bax buradakı nöqtədə olan hidrogen karbona 4 müxtəlif ikili butil, etil, metil birləşib. Hətta bu karbonda eyni sayıla bilər. O da eyni vəziyyətdədir. Bir sol tərəfdən ikili butilə, yuxarıdan metilə, aşağıdan etilə birləşdiyi üçün 2 dənə asimetrik karbon atomu var. Ona görə bura plus qoyuram. İzobutil radikalı ZZ, izobutil radikaldakı buradan çıxıntıdır. Yenidən onun özünü birləşdirirəm. İstəsəniz bunu aşağıdan da çəkə bilərdim. Fərqi yoxdur. Bunu belə də çəkim, ya belə çəkim, qarışdırmayasınız. Belə çəkdim, fərqi yoxdur. İndi gəlin axtaraq. Bu karbonu götürən mərəm, çünki 2 dənə metil birləşib, olmaz. Bu karbonu götürən mərəm, çünki burada 2 dənə hidrogen var, olmaz. Bu karbonda da 2 dənə hidrogen var, olmaz. Mənə 4 müxtəlif lazımdır. Burada da olmaz, çünki 2 dənə metil var, olmadı. Ona görə də cavabım yalnız Y-dir. Yəni yalnız 2. Bir dəqiqə. Yoxdur deyir. Mən olan deyirəm, yalnız 2-dir. 1 ilə 3-də isə yoxdur. Ona görə cavab D variantı olur.